Məsələn, muğam pul gətirən, muğam janrı, pul gətirən mənəviyyatla bağlıdır. Əslində orada pul qoyulmaq, vəsait qoyulmalıdır. Çünki bu millətin mənəviyyatıdır, genofondudur. Biz millət olaraq bununla özümüzü xalqa, bütün dünyaya biz göstəririk. Bu bizim simamızdır. Bizim operalarımız, milli operalarımız, bizim milli musiqimiz, bizim bəstəkar mahnılarımız. Bu bizim genofondumuzdur. Bilirsiniz, buna heç kim ona, üzr istəyirəm, o alver qurban eləməməlidir buna. Və mən də hər dəfə televiziya işçisi olaraq deyirəm ki, yəni siz bilirsiniz, mənim layihəm tipli layihələr böyük reyting gətirmir kanallara və mən bunu öncədən də bilərəkdən bu yola çıxmışam zaten. Bizim məqsədimiz milli mənəvi dəyərləri yaşatmaqdır. Təbii ki. Və necə ki biz deyirik, bizim tarixi abidələrimiz var, necə arxamızda Qız qalası görünür, o bizim tarixi abidəmizdir, etnoqrafiyamız, xalçaçılığımız, yəni rəsm əsərlərimiz, musiqilərimiz varsa, onları yaşadan insanlar var. Sizlər də bax, bu insanlar da canlı abidədir. Biz necə ki, Qız qalamızın tarixindən danışırıq, o cümlədən də bir Mənsum İbrahimovun həyatından danışmalıyıq. Canlı abidə olaraq. Bu da prinsipial şəkildə bayaq dediyimiz kimi damla daşı deşirsə, bu damlanın gücü prinsipi ilə hesab edirik ki, nə zamansa bu da tələb olunan, yüksək reyting verən bir layihələr sırasında olacaq ki, nə təəssüf ki, o sırada olmur çox zaman. Amma bunun çıxış yolu, tamam da biz deyək ki, biz çox gözəl danışırıq, hər şey gəlişi gözəl sözlərdir. Sual oluna bilər, bəs çıxış yolu nədədir televiziyalarda? Düşünürəm ki, çıxış yolu bütün televiziya kanalların tipologiyası olmalıdır. Məsələn, xəbər kanalı, uşaq kanalı, mədəniyyət kanalı ki, bizdə onlar var. Və gəlir bu sosial verilişlər üçün də onlar da tipologiyaya bölünməlidir. Show biznesin kanalı ayrı olmalıdır, sosial verilişlərin kanalı ayrı olmalıdır, filmlər ayrı və s. Bunları biz tipologiyaya böləndən sonra onda artıq baxacağıq ki, hansı kanala daha çox insan baxır. Onda biz o reytingi hesablaya bilərik. Yoxsa biz bir kanalda 3-4 sosial verilişləri eyni kanallara qoysaq, əlbəttə ki, burada obyektivlikdən söhbət gedə bilməz deyəcəyik. Bilirsiniz, bax, 4-5 dənə o, deyək ki, o ifasını hansı ki də o show deyirlər də buna. Səhər bir verilişdə, axşam bir verilişdə, o birisi gün o birisi kanalda 2 verilişdə görməyinə, bilirsiniz, bu inkişaf ola bilməz burada, əzizim. Ona görə ki, burada sırf, bilirsiniz ki, bu təbiilik yoxdur burada. Amma o qədər bizim gözəl istedadlı gənclərimiz var ki, o qədər var, bilirsiniz, doludur. Bəli. Bunları meydana dəvət eləmək lazımdır ki, onda rəqabət onda yaranacaq. Biz 5 dənə ifasından ibarət deyil ki, o show biznes. Estradamızda o qədər gözəl ifasılar, gənclərimiz var bizim. Adicə biz hər hansı bir istirahət məkanına gedəndə, bəzən görürsən ki, şəhərimizin küçələrində o qədər gözəl istedadlı gənclər repertuarla çıxış edirlər. Estradada elə gözəl istedadlı gənclərimiz var ki, doğrudan onları heç kim tanımır. Onları dəvət eləmək lazımdır. İstedadlı olan, yaxşı keyfiyyətli musiqiləri oxuyan gəncləri dəvət eləmək lazımdır. Rəqabət yaransın. Mənsum müəllim, gözəl fikirlərlə, gözəl arzularla, gözəl niyyətlə sizə bugün hələlik söyləyirik. İnşallah 70-də və 75-də görüşmək ümidi ilə deyirəm. Ümid edirəm o vaxta qədər də bax bu layihə davamlı şəkildə öz ömrünü, öz həyatını yaşamış olar.